Bu çəkilişdə Azərbaycanda yeni olan, amma dünyanın çox yaxşı tanıdığı Omoda Jayco markasından Jayco C7 SHS avtomobilini göstərəcəm. Jayco özü nə deməkdir? Bu avtomobilin adı maraqlıdır. Jager Alman dilindən, yəni biz onu ingilis kimi oxuyuruq, amma Jager ovçu, Ku isə cool, yəni əla ovçu, belə tərcümə oluna bilər. Yarı Alman, yarı İngilis adı ilə. Ümumiyyətlə Omoda Jayco Çinin premium avtomobillərindəndir və bu avtomobili Rusiya bazarında çox yaxşı tanıyırlar. Rusiya top 5-dədir. Türkiyədə çox yaxşı tanınırlar. Hətta Omoda Jayco'nun Türkiyədə zavodu inşa olunacaq. Amerika, Cənubi Amerikada daha çox populyardır. Avropa ölkələrində, çünki Jayco C7 Avropanın Euro NCAP-ından 5 ulduz alıb təhlükəsizlik testlərindən çox yaxşı keçib. Məsələn, Britaniyada satılır bu avtomobil və Britaniyada bu avtomobili nə üçün yaxşı tanıyırlar? Bəlkə də yəqin ki, onların öz markası olan Land Rover'lə bir əlaqəsi olduğuna görə. Dizaynla da həmin əlaqəni görə bilərsiniz. Üstəlik bu avtomobilin platformasını Land Rover mühəndislərlə birgə hazırlayıblar. Bu avtomobilin müxtəlif komplektasiya variantları var. Məsələn, elə komplektasiya variantları var ki, onun tam ötürücülü sistemi belə Land Rover mühəndislərinin işidir. Yəni, eyni tam ötürücü sistemindən istifadə olunur. Yəqin ki, ümumi cizgilərin oxşarlığında Land Rover xatırlatmasını görürsünüz. Bu gündüz işıqlardır. Və bu gündüz işıqların aşağı hissəsində yaxın uzaq işıqlardır. Əlavə duman əleyhinə işıqlar aşağı hissədədir. Geniş bir radiator qəfəsi var. Və bu avtomobil SHS indeksinə super hybrid sistem, yəni bu smart hibrid sistemdir. Çox ağıllı sistemdir. Onun yanacaq sərfiyyatı haqqında elə danışacağıq. Disklərin formasından bax bu bütün məsafələri bağlayıblar. Bu dizayn həm də hibrid sistemin daha qənaətçi olması üçündür. Yəni, aerodinamik müqaviməti maksimum aşağı salırlar. Dizaynın hər bir elementində, hətta güzgülərdə belə, disklərdə belə və bu da yanacaq sərfiyyatını yaxşılaşdırır. Yan güzgülərin forması və aşağı hissədə 2 dənə kamera var və bu avtomobilin 540 dərəcə kamera sistemi. 540 necə olur? 360 dərəcə sistemin, yəni ön, arxa kameraların da adaptasiyası ilə gedir ki, avtomobil hərəkət etdikcə alt hissə tam şəffaf görünür. Ön hissədə radarlar və adaptiv kruiz sisteminin radarı. Yuxarıda yenə də kameralar var, yol zolaqlarını görür. Ümumiyyətlə zolaqda saxlama, adaptiv kruiz sistemi ilə bağlı bütün sistemlər necə işləyirlər, onları salonda göstərəcəm. Dizayn formaları necədir? Avtomobilin arxasına doğru yavaş-yavaş aşağı enmələr. Yenə də Land Rover modellərində olan dizaynı görürsünüz burada. 2 dənə qapağı var, yəni yanacaq çəninin qapağı, digər tərəfdə isə enerji dolumu üçün, yəni plug-in hibriddir. Bu dizaynda bu mənə tanış gəlir. Arxada 2 yerdə Jayco yazısı var. Burada isə plug-in hibrid və stopları birləşdiriblər. Stopun əlavəsi yuxarıda, yenə də radarlar, kamera və bagaj belə açılır. Bagajın açılma hündürlüyünü salondan tənzimləmək mümkündür. Burada müxtəlif ciblər var. Alt hissədə aydın ki, batareyalar yerləşib. Bu avadanlıqla şarja qoymaq mümkündür. Bagajın işığı orada, asılqanlar. Arxa sıra oturacaqlar. Qatlananda bagaj həcmi daha da böyüyəcək. Bagaja giriş ümumiyyətlə çox rahatdır. Bu hissə hündür deyil. Çox böyük görünmür, amma normaldır. Arxa sıra oturacaqlar qatlananda daha geniş bir həcm alacaqsınız. Burada da işıq var. Qəza 3 bucağını yerləşdiriblər yuxarı hissəyə. Həm məişətdən, həm də sürətli şarj stansiyasından enerji dolum imkanları var və Avropa spesifikasiyasıdır. 18,3 kWh-lıq batareyalar. Amma əsas məsələ Jayco C7 bütün testlərdən və dünyanın 4 qitəsində 10 fərqli ölkələrdə cürbəcür testlərdən, marafonlarda iştirak edib və onun yanacaq sərfiyyatını ölçüblər. Ümumilikdə tam dolu çən və batareyalarından avtomobil 1200 kilometri rəsmi göstəricilərlə hərəkət edə bilər. Amma hətta 1400 kilometri aşan, 1450 kilometri aşan yürüşlər olub və yanacaq sərfiyyatının ən rekord həddi 100 kilometr məsafəyə 3,1 litrə qədər göstəricilər var. Və bu göstəricilərə görə də Jayco C7 bütün dünyada artıq tanınır. Təkərlərin ölçüsü 235-50 R19 ölçüsündə, avtomobil orta segmentdədir və crossover əslində kənardan real ölçülərindən daha böyük görünür. Uzunluq 4,5 metrdir. Kapot altı ən maraqlıdır. Mənə elə gəlir ki, avtomobilin bütün dünyada əsas o yanacaq sərfiyyatı ilə bağlı göstəriciləri və təhlükəsizliyi, Euro NCAP-dan 5 ulduz alması onu
həm də premium materiallardan istifadəsi onu daha məşhur eləyir. Və Euro NCAP testlərindən Çin avtomobil bazarında mənə elə gəlir ki, düzdür artıq bir çox modellər həmin testlərdən keçirlər, amma buna qədər Çin avtomobillərindən çox az sayda modellər məhz Euro NCAP testlərindən 5 ulduz ala bilirdi. Kapotu həmən qaldıran kimi 1,5 litrlik turbo mühərrik və burada əlavə interkuller var. İnverter görünür, yüksək gərginlikli naqillər görünür. Plug-in hibrid avtomobilin tam gücü 390 at güclüdür. 1,5 litrlik turbo mühərrik və batareyalarda da enerji olur. Və zaten hibrid sistem, ağıllı hibrid sistemdir. Smart hibrid sistem, yəni zaten batareyalara enerjinin nə zamanda olması, rekuperasiya və ümumiyyətlə yanacaq qənaətçiliyini fərqli rejimlərdə seçmək avtomobilin özündən asılıdır. Avtomobildə gizlədilən qapı tutacaqlardır və yaxınlaşan kimi onlar açılır, salamlayır, işıqlar yanır. Materialların keyfiyyəti çox yaxşıdır, dəri salondur, perforasiyalı oturacaqlardır, hündür konsol, şüşələr 2 qatdır. Bu həm səs, həm də temperatur izolyasiyasına görə çox yaxşıdır. Avtomobilin akustikası həmən yadıma düşür. Sony akustik sistemdir 8 dinamiklə. Head-up displeyi var burada. Hərəkət etdikcə siz bütün informasiyaları ön şüşədə görə bilirsiniz. EV və hibrid sistemlər, əgər 18,3 kWh batareyalar tam dolu rejimdə plug-in hibrid qoşmusunuz dolu enerji ilə və EV rejimində də hərəkət edə bilərsiniz. 2 dənə telefon yeri var, geniş. Bu isə wireless şarjlı, sürətli dolum baş verir. Aşağı hissədə C və A portlarıdır. Bu da yaxşıdır, o tap eləyib düşmür də. Premium avtomobil sözünün haqqını verir. İşıqlar sensordur. Sərnişin oturacağı da avtomatik tənzimlənir və oturacaqlar həm də burada sürücü oturacağının qızdırıcısını qoşdum. Bunu da qoşmaq olar, ventilyasiyanı qoşmaq olar. Burada bir çox funksiyalar var. Məsələn, avtomatik buxar götürülməsi, havanın təmizlənməsi. Ekran böyük bir planşetdir və ölçü təxminən 15 düymə yaxınlaşır və bütün funksiyalar buradadır. Əlavə düymələr axtarmayın. Düzdür, bir-iki belə hərəkət rejimlərini buradan idarə etmək, sükandan idarə etmək olar, amma əsas funksiyalar hamısı buradadır. Daha sürətli keçid üçün, məsələn, ekranı söndürmək, oturacaqların tənzim mərkəzi kilit sistemi, əl əyləci, avto hold sistemi, USB sisteminin söndürülməsi, enişdə hərəkətə nəzarət, güzgülərin tənzimlənməsi, 540 dərəcə ön arxa kameraların adaptasiyası hərəkət zamanı imkan verir ki, avtomobilin alt hissəsini də görə biləsiniz. Enerji mənbələri 50% hal-hazırda batareyalarda enerji var və enerji dolumu batareyalarda və yaxud da dinamik seçilə bilər. Əgər siz daha sürətli dinamiki yəqin ki seçəcəksiniz. Və yürüşün necə göstərilməsi ümumi və yaxud da maraqlıdır ki, ümumi yürüş göstərir hibrid rejimdə və təkcə EV rejimdə yürüşlərin neçə kilometr olduğunu göstərə bilir. Avtomobilin qəza xəbərdarlıqları var, ekstremal əyləc sistemi var, səs, vibrasiya xəbərdarlıqları var, zolaqda qalma, zolağı tərk eləmə. Ümumiyyətlə, avtomobildə parametrlər necə göstərsin? Təkər təzyiqləri barla, yoxsa o Avropa, Çin variantlarında necə istəsəz kilopaskalla göstərsin və s. və axır. Kilometr, litr, yoxsa litr 100 kilometr bölünmə yanacaq sərfiyyatını göstərə bilər. Ceyko C7 əsl müasir dövrün avtomobildir. Bütün imkanlarla, dözümü, keyfiyyəti ilə və bunu əslində dünyanın bir çox ölkələrindəki həyata keçirilən testləri ilə sübut edib. Marafonlarda sübut edib, Euro NCAP crash testlərində sübut edib, 5 ulduz alıb və bu avtomobilə nahaq yerə 7 il 200 min kilometr zəmanət vermirlər. Ağıllı plug-in hibrid sistemi var və siz şəhərdən kənar səyahətlərdə bu avtomobildən tamamilə razı qalacaqsınız. Avtomobili əldə etmək isə çox asandır, cəmi 20% ilkin ödəniş edərək ona sahib ola bilərsiniz. Ceyko C7-ni isə aparırıq salona. Siz də ora gələrsiniz. Babək prospekti 38A.